Son günlər əhali arasında qrip əlamətlərini daşıyan, boğaz ağrısı, temperatur, halsızlıq, ishal kimi infeksiya yayılıb. Bu hal daha çox immuniteti aşağı olan insanlarda müşahidə olunur. Bəs bu infeksiya nədir? Bu halda nə etməli? Səhiyyə Nazirliyinin mütəxəssis eksperti infeksionist Təyyar Eyvazov Lent Azra bildirib ki, bu cür xəstələnmə halları tez bir zamanda sağalır, xüsusi müalicə tələb etmir. Bu tip xəstəliklər hazırda müxtəlif kəskin respirator virus infeksiyaları tərəfindən törədilir. Onların bir neçəsi il boyu rast gəlsə də, bəziləri müəyyən fəsilliyə malikdir. Bu infeksiyalara adenoviruslar, rinoviruslar və başqaları aiddir. Az da olsa koronavirusa yoluxmalar qeyd olunur. Bu cür xəstələnmə halları adətən fəsadsız keçir, tez bir zamanda sağalır, xüsusi müalicə tələb etmir. Hərarət 3 gündən çox davam edərsə və ya əlamətlər dərinləşərsə, yalnız bu halda həkimə müraciət edilməlidir. Körpə uşaqlar, hamilə qadınlar, ahıl yaşlı və immunodefisitli şəxslər həkimə ilk gündən müraciət etməlidirlər. Qorunmaq tədbirləri qrip və digər hava damcı yolu ilə yoluxan infeksiyalarda olduğu kimidir.